Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Tərlan Şaldıq Sarayından biraz qabağa gedirsiniz, dönürsünüz sağa. Yəqin bir 200 metr məsafəsi var yola. Çox elə böyük məsafəsi yoxdur. 3 otaqlı evdir, 68 min manata, paket kupçalı evdir. 68 min manatdan hələ endirim olunacaq, ev sahibi özü eləyəcək. Neçədir? 7.40-ın 11.50-nin 7.40-a evdir. 11.50-nin 7.40 evdir, böyük evdir. Ayrı otaqların hamısı böyüdür. Kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğacları var. Trafı göstərək. Bax, trafını görürsünüz, burada həyətin trafıdır. Sonra paket kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Marşruta da yaxın yerdir. 68 milyon endirim olunacaq. Evimizin hasarları, evin üstü, tarsovka, emisiyyadır. Bax, görürsünüz, şəbəkə pəncərələrdir. İşıqlı zatdır. Hələ burada da, bax, bir dənə zəhmət olmasa yaxınlaşın. Qəşəng iri bir padvalı var, böyük bir padvalı var. Yeri də beton styaşkadır. Biraz da yaxınlaşın. Atmaların sıxlığını göstərin zəhmət olmasa. Baxın. Qalın taxtaların atmalar necə sıx atılıb. Bax belə. Gəlin, burada da kombinin yeridir, burada da rozetkasıdır. Bax, indi qalxırıq yuxarı. Neçə daş kürsülüdür ev? 7 daş kürsülü evdir, hə? Allah xeyir eləsin. Gəlin, içərisinə baxaq. Bax, buradan indi sizə göstərim evi. Bax, gəlirik evimizin koridoruna. Gəlin bura. Bax, belə bir koridordur. Böyük evdir, otaqları çox böyüdür. Saray qəsbəsində bir də izah edirəm. Tərlan Şaldıq Sarayı Sumqayıda keçən kimi dönürsünüz sağa, yoldan 200 metr məsafəsi var. Gəlin zəhmət olmasa birbaşa qonaq otağına baxaq. Bax, bu qonaq otağıdır, yəni zalı. Məsələn, tək zalı neçədir? 3 metrənin 6 metriyə tək qonaq otağıdır. 3-ün 6 metriyə. Bir dənə də buradan çəkin, bir TV-stətdə düşsün. Bax, belə bir TV-stət düzəldib, televizorun yeri, antenanın yeri, işıqlar da qoyulurlar sağına soluna. Kombi sistemi çəkilib. Demək olar ki, bir dənə konam evi, kombi radiatoru alıb, gəlib inşallah bu evdə yaşaya bilərsiniz. Buradan sonra mətbəxə baxaq. Bax, bu da mətbəxidir. Mebel arası keramikalar vurulur. Bütün nöqtələrinə qədər qoyulub. Mətbəx neçədir? 2.20-nin 4 metriyə də mətbəxidir. Bu mətbəxdir. İndi gəl yataq otaqlarına baxaq. Məsələn, bax, bu bir yataq otağıdır. Bu böyük yataq otağıdır. Bu neçədir? 3-ün 4.50-yə bu yataq otağıdır. Bu burası biraz uşaq yataq otağıdır. Bu neçədir? 3.20-nin 3.60-da bu yataq otağıdır. 3 otaqlı evdir, 68 min manatadır. Saray qəsəbəsində sanitar qovşağını da göstərək. Bu da sanitar qovşağı. Bir dənə göstərən zəhmət olmasa. Bax belə. Buradan da krişə çıxmaq üçün yer qoyursan. Yuxarı ayaqüstə durub gəzmək olur krişədə? Krişanın üstündə də durub ayaqda gəzmək. Nə qoyursunuz onun yerinə? Sorunu poluna bir taxta vurub, üstündə ayaqda gəzmək olur. Zəhmət olmasa yaxınlaşın bura. Buradan bir dənə götürün. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Tərlan Şaldıq Sarayından Sumqayıda tərəf keçəndə yoldan dönəndən sonra 200 metr məsafə olar olmaz yola yaxın yerdədir. 68 mindən də narahat olmayın, yenə deyirəm, hər dəfə onu deyirəm. Niyə görə deyirəm? Ev yəsləri mənə deyir, gəlib baxıb bəyənsələr, ortaq məxrəcə gələcəyik. Özü paket kupçalı evdir. Mütləq gəlin bu evə baxın. Allah Allah'ın da satanı da xeyir versin. Sağ olun.